Hayır, 24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mönsümovadır. Hər vaxtınız xeyir, bu saatin əsas xəbərlərinə keçək. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Qəzza ilə bağlı yeni plan irəli sürəcəyi güman edilir. Buna səbəb onun Qəzza ilə bağlı qismən fərqli mövqedən çıxış etməsi olub. Bölgədəki əhaliyə humanitar yardım təşəbbüsündə də dəstəkləyən Ağ Ev lideri Vaşinqtonun da humanitar yardımlara qoşulacağını istisna etməyib, lakin o digər tərəfdən baş verənlərdə tamamilə Həması günahlandırır. Bu baxımdan yeni planın tam olaraq necə olacağı diqqət çəkir. Ətraflı sujetdə izləyək. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Qəzzaya nəzarət üçün müvəqqəti hökumətin yaradılmasını hədəfləyir. Bu səbəbdən Qəzza haqqında çıxışları ilə tez-tez gündəmə gələn Trump'ın bölgə üçün yeni plan irəli sürəcəyi gözlənilir. Bunun paralelində Trump'ın Ağ Evdəki mətbuat konfransında irəli sürdüyü fikirlər isə daha çox diqqət çəkib. O, yaxın 24 saat ərzində mühasirəyə alınan Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlama veriləcəyini bildirib. Daha dəqiq desək, o yeni Qəzza planını bu müddət ərzində elan edəcək. Eləcə də region ölkələri ilə yaxın əlaqələr və İranla son danışıqların da həmin plana təsirsiz ötüşmədiyi qeyd olunur. İranla ABŞ arasında birbaşa olmayan danışıqların davam etməsi və görüşlərin keçirilməsi də bu tip məsələlərə təsirsiz ötüşmür. O, ABŞ-nin regionda Ərəb ölkələri ilə münasibətlərinə yeni yanaşma kimi də qiymətləndirilə bilər. Həmçinin indiyədək Qəzza əhalisini köçürməyi təklif edən Trump artıq bölgəyə humanitar yardım barədə də danışır. Birləşmiş Ştatlar hökuməti bölgəyə ərzaq yardım etmək niyyətindədir. Lakin o digər tərəfdən BMT-ni və humanitar təşkilatları İsrailin Qəzzaya məhdud humanitar yardımın nəzarətli çatdırılması üzrə yeni planını da dəstəkləməyə çağırır. 47-ci lider sözü gedən təklifi həll yolu kimi dəyərləndirsə də bir çox humanitar təşkilatlar bundan narazıdır. Çünki onlar İsrailin həmin yardımı hərbi təzyiq taktikasına çevirə biləcəyindən ehtiyat edirlər. Hətta bu səbəbdən Trump administrasiyasının humanitar yardımların paylanmasına dair yeni mexanizmlərin yaradılması üçün İsrail tərəfi ilə danışıqlar apardığı iddia olunur. Həmçinin Trump'ın Qəzza ilə bağlı yeni planlarının nəyə hesablandığı digər müttəfiqlərin reaksiyası fonunda daha çox aydın olur. Söhbət beynəlxalq ictimaiyyətin İsrail baş nazirinə qarşı narazı mövqeyindən gedir. Ehtimal olunur ki, Trump'ın regionla bağlı mümkün yeni planı bu sarıdan yaranan gərginliyi qismən azaltmaq niyyətindən xəbər verir. Uluslararası Ceza Mahkemesi yakalama kararıyla Netanyahu'nun yargılanmasını açıklayan bir çıkış ortaya koydu. Bu nedenledir ki Netanyahu hem iç hukukta yolsuzluktan hem de uluslararası hukukta, uluslararası kamuoyunda insanlığa karşı suçlardan kurtulabilmek için saldırıların devam etmesini istemektedir. Donald Trump ve Amerika Birleşik Devletleri'nin en büyük hedefi burada İsrail'in güvenliğini sağlamak olduğunu ortaya koymaktadır. Eyni zamanda Ağ Ev liderinin gələn həftə üçün yaxın şərqə nəzərdə tutulan səfəri də bu baxımdan mühüm faktor kimi dəyərləndirilir. İddialara görə səfər İsrail və Həmas arasında girovlarla bağlı anlaşma əldə olunması üçün mühüm töhfə verəcək. Nəticədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə aparılacaq danışıqlar bu kontekstdə həlledici rol oynayacaq.